ilk dəfə şarj eləyirik. Heç bir işarə falan yoxdur orada. 7 kW'lıq şarj aparatı ilə eləyirik. 15%'dir gördüyünüz kimi. 15%'dir. 3 kW ilə qəbul eləyir. Təxminən 2 saat 9 dəqiqəyə deyir ki, full şarj olacaq. Deyir, the car has a smart charging function. You can set the charging time on the multimedia. Hə, deyir ki, avtomobil smart şarj funksionallığı mövcuddur. İstəsəz onu vaxtlarını tənzimləyə bilərsiniz multimedia sistemində. Yəni saatını tutaq ki də gəldin gecə saxladın, filan vaxtdan filan vaxta kimi şarj eləsin. Gördüyünüz kimi 15% artıqaya düşmüşdü. İlk dəfə şarj eləyirik, görək necə olacaq. Deməli 2 saat göstərirdi. Saat indi 8-ə qalıb 15 dəqiqə. 2 saat göstərirdi, deməli ona qalmış 15 dəqiqə. Bu tam şarj olmalıdır. Demək olar ki, onun yarısıdır. Yəni 1 saat demək olar 45 dəqiqə keçib. 1 saat 45 dəqiqə keçib. Hal-hazırda bizdə olmalıdır. Deməli, demişdik ki 2 saatı dolduracağım da. Yəni saat 10'a qalmış 15 dəqiqə dolmalıdır. Təxminən 4 dəqiqə fərq eləyir. Bayaqki saatla, bayaqki saat neçəsə dəqiqə idi də. 4 dəqiqə 3,1 kW ilə doldurur. Deyir ki 20 dəqiqə, 21 dəqiqə dolduracaq. Və salam. Yəni 86%'dir. 1 saat 45 dəqiqəyə 15%'dan 86%'ə qalxıb. Məncə normaldır. Məncə yaxşıdır. Və salam. Şu. Hələ aşağı yuxarı 3 kW ilə 15%'dan 87%'a 1 saat 45 dəqiqəyə doldu. İndi söndürək maşını. Bu maşın xodlamayıb, ona görə injektorun işığı yanır. Maşın xodlayanda o silinir. İndi başlayırıq. Görək bu şarja qoyandan sonra baxın 46 kilometr göstərir. Bir dənə buradan monitordan da göstərim. Görün burada nə qədər göstərir. 87%. Mən görsənir yoxsa yox. 87%'dir. 46 kilometr göstərir və çalışacağıq ki, hal-hazırda bu ilə idarə eləməyə. Yəni elektromobil kimi görək neçə kilometr yol qət eləyə biləcəyik inşallah. Hə dostlar, deməli dünənləri təxminən bir 10-15 kilometr yol sürdüm. Yəni 20 yanvar ərazisindən təxminən getdim mikrorayon tərəflərə, biraz belə deyim də maşınla fırlandıq. Sonra oradan gəldim 20 nömrəli məktəbin yanına, Fövqəladə Hallar Nazirliyinin yanına. Oradan da səhər gəlmişəm 20 yanvara, indi 20 yanvardan da gəlirəm təzədən Fövqəladə Hallar Nazirliyinin yanına. Hamısında bütün hallarda deməli kondisionerdən istifadə eləmişəm. Hal-hazırda 115 kilometr yürüşümüz var. 14 kilometr hələ yürüşümüz qalıb. Hesablamalarımı sonda deyəcəm inşallah. Maşında deməli mənfi cəhətlər nədir? Mənə görə gəlin bunları bir-bir deyim. İlk öncə ondan başlayıram ki, maşının diskləri o deyil. Yəni mənim xoşuma gəlmir bu qara disklər. Tam maşın mənə görə belə deyim də gözəlliyini öldürür. Keçirəm digər məsələyə, ikinci məsələyə. Bu güzgü mənə görə çox balacadır və arxanı çox çətinliklə görmək olur. Mən buradan göstərə bilirəm sizə yoxsa yox. Çox balaca arxa şüşəsi var. Çətinliklə ortadakı o başlıq ki var, baş qoymaq üçün yer, o imkan vermir ki, arxanı rahatlıqla görə bilək. Bu ikinci mənfi cəhətidir. Üçüncü mənfi cəhəti bildiyim qədərilə bunun prosesoru biraz zəifdir. Monitorun prosesoru zəifdir. Bu üçüncü. Dördüncü oturacaqdır. Oturacağın, gəlin belə izah edeyim. Baxın, buradan demək olar ki, barmaq məsafəm yoxdur. Artıq oturacaqdır. Fikir verirsiniz. Buradan isə
2 barmaq. 2 barmaq boşda qalır, təsəvvür edin. Yəni sükanla oturacaq düzgün tənzimlənməyib. Elə bir ki, oturacaq biraz ya sağdadır, ya soldadır. İndi tam deyə bilmirəm. Sağ tərəf oturacaq məni qucaqlayır, sol tərəf oturacaq məni qucaqlamır. Bu da mənfi cəhətdir. 4 dənə mənfi cəhətini dedimsə, bundan başqa təkərin təbii ki, səsinin yüksək sürətdə gəlməyi var. Amma bu yaxınlarda mən bundan öncə istədiyim avtomobil hansı idi? Hyundai Ioniq idi. Hal-hazırda da yəni belə də yollar saat axşam neçədir? 7-yə işləyib 15 dəqiqə. Yəni boş yollarla getmirik də, belə deyim. Hyundai Ioniq sürmüşdüm. Hyundai Ioniqdən arxadan çox səs gəlirdi, hədsiz dərəcədə. Təkərlərin səsi çox gəlirdi. Yəni ona baxanda azdı, amma ümumilikdə götürəndə az deyil. Yəni Hyundai Ioniqlə mən o avtomobili istəyirdim. Yəni deyirəm, ondan azdı səssizliyi, yaxşıdır yəni. Amma ümumilikdə götürəndə təkərlərin səsi gəlir. Amma belə kipli falan mənim xoşuma gəldi. Yaxşıdır. Yaxşı cəhətlərini də deyəcəm. Belə deyim də sizə, Prius'dan sonra bu avtomobilə oturmağım səssizliyi 100%-dir. Yəni səssizliyi, o indi daha köhnə maşındır. Əslində düzgün deyil mənim o ilə müqayisə eləməyəm, amma ki eləməliyəm də. Eləyim ki, ən azından müqayisədə bilinir nə var, nə yox. Deməli, əzizlərim, bunun səssizliyi qəşəng səssizdir. Nə görüm? Açın pəncərəni. Mən fikir verdiniz yoxsa yox? Əməlli başlı çöldə səs-küy var. Mən içəridə onları hiss eləmirəm. Dayananda super səssizliyi var. Sonra maşın kipdi. Ümumi əlçatanlıq barədə rahatdır, konsolu rahatdır, sürətlər panelini rahat görə bilirəm. Maşın təzədir. Genişliyi Prius qədərdir. Aşağı-yuxarı eynidir. Bir qardaş komment yazmışdı ki, bu oturacaqları təzə deyənə ona görə çox hündürdəsən. Qoy, bu da Prius qədər köhnə olsun, bunda da düşəcək aşağı. Əslində, haradasa bəlkə də düz deyir. Burada düz deyir, aşağı sala bilərəm bəlkə də. Bəlkə də yox, sala bilirəm deyir. Burada bir knopka var. Amma hələ onu eləməmişəm, yoxlamamışam. Ki, oturacağı aşağı sal. Mən nə qədər hündürdə oturanda mənə ləzzət eləyir. Xoşuma gəlir. Belə, başqa əzizlərim, ilkin təəssüratlarım çox yaxşıdır. Benzin hələ ki məndə nəmin şaqqıldamaq zad, belə şeylər yoxdur. Çoxlu kommentlər var ki, 92 aktanlı benzinlə bunlar yaxşı işləmir, motor səsli işləyir. O mərhələyə hələ ki gəlib çatmamışam. Sərfiyyat hələ ki tam anlamıram, çünki dünəndən bu günə ancaq elektriklə sürürəm. 3,8 litrdir hələ də. Yəni bunu gələk mən öyrənim açığı, başım çıxmır. Salon belə maraqlı, ələ xoş olan, belə deyim də, materialdan hazırlanıb. Tam plastik deyil. Bu da açığı xoşuma gəldi. Yumuşaqlığı çox xoşuma gəldi. Yəni yumuşaq olmağı mənə ləzzət elədi ki, təkər ölçüsü, təkər bazası 225-dir. 225 səhv eləməmsə 16-lıq diskdir. Bu heç 60-16-dır səhv eləməmsə. Təkər ölçüsü böyüdür və belə deyim də udarı çox vaxtı özünə götürür. Ona görə də səssizliyi deyirəm, üzr istəyirəm. Bu yumuşaqlığı çox xoşuma gəlir. Belə əzizlərim, Mələ 2 kilometr yol gəlmişik, təxminən 2 kilometrdə düşüb, 12 göstərir. 115 idi, 117-dədir. Yəni ümumilikdə götürəndə normaldır. Təbii ki, siz əgər bu avtomobili alacaqsınızsa, inşallah ki,
mütləq və mütləq mən sizə tövsiyə edirəm ki, şarj aparatınız olsun, şarj yeriniz olsun. Xüsusən də evdə. Yəni zaryadkaya bunu taxmaq lazımdır. Ən azı həftədə bir dəfə, 2 dəfə taxmalıdır. Başqa da ki, imkanı varsa qardaş hər gün tax. Var imkanı hər gün tax, sür. Amma yağı unutmuruq da. Yağın şupuna baxdım, yarıda idi. Yəni fullda deyil idi. Yəqin ki, bunu özləri belə göndərirlər. Belə. Başqa da nə sualınız olsa, bunların incələməsi falan inşallah yəqin ki gələr. Düzdür, Türkər qardaşımız tam incələməsini eləyib də, yəni tam incələməsini eləyib. Məncə ondan sonra eləməyim mənə elə artıq olar, amma çox istəkləri gəlsə onu da eləyərəm, niyə də yox. İndi bir dənə də sonuncu müqayisəmiz olacaq. Deməli, mən hal-hazırda üzü Nərimanov heykəlinə tərəf düşürəm. 8 kilometr yolumuz qalıb. 122 kilometr yol qət eləmişik də, belə deyim. Həmişə bu yolu mən Prius'dan düşəndə deməli, nə baş verirdi? 5 mərtəbəyə çata-çatda, belə deyim, o qış parkın yanına çata-çatda artıq tam full şarj olurdu və mühərrik başlayırdı yüksək dövrlər sayı ilə işləməyə ki, batareyanı boşaltsın. Bunda görüm ki, ya, artım olacaq, yəni söhbət bu 8 kilometrdən gedir. Artım olacaq, olmayacaq, necə olacaq və bunun ağıllı sistemi var, hansı ki, görüm ki, ya, maşın özü hiss eləyəcək ki, mən uzun müddətdir ki, eniş düşürəm aşağı, yəni belə spusku düşürəm aşağı, o başlayacaq özü hardasa. Bir saniyə. Özü başlayacaq rekuperasiya eləməyə, yoxsa yox. Mən hal-hazırda heç bir əməliyyat icra eləməmişəm də, belə deyim. Hələ də 8 kilometrdə. Amma qazı buraxanda, bəli, sürətimiz azalır. Spuskda olmağıma baxmayaraq, bir dənə baxın, 62-də saxlayıb sürəti 61-ə salır, 60. Aha, spuskdir. Yəni, rekuperasiyanı gücləndirdi. Aha, çox gücləndirdi. Bu xoşuma gəldi. Bunu birinci dəfədir ki gördüm və ləzzət aldım. 8 kilometrdə hələ də. Doqquz kilometrə qalxdı. Qazı tam buraxmışam, amma sürətlənmir. Çox gözəl, ləzzət elədi. Bu funksiyası mənə çox ləzzət aldım, həqiqətən. Qazı tam buraxmışam, amma sürət azalır. %47'ye kimi sürəti azaltdı. Görək. Yox, 9-dan yuxarı qalxmadı. Yox, qalxdı. 10 kilometr. Fikir verin. Hal-hazırda 10 kilometr. Yəni, o spusku düşdüm. 10 kilometrə qaldırdı. Daha sonra 2 kilometr sərfiyyatımız düzəldi, belə deyim. Bu da çox xoşuma gəldi. Bəyəndim. Şəhərin də propkası dəhşət. İndi görək hansı yolu seçirik. Babək prospektinə gedirəm. Aşağı yuxarı təxminən 10 kilometrdir. Görüm çatacaq benzinimiz, daha doğrusu elektrikimiz, yoxsa yox. Axşam saat 8 olmağına baxmayaraq dəhşətli tıxaclar var. İndi düşdü təzədən 9 kilometrə. Deməli 40 dəqiqədir yol gedirəm, hələ də tıxacdayam, hələ də Babək prospektinə çatmamışam, hal-hazırda hələ Təhsil Nazirliyinin yanındayam, 4 kilometr qalıb,
dəhşətli tıxaclardır da, dəhşət. Təsəvvür eləyin ki, 28-dən Təhsil Nazirliyi yanına hələ də çatmamışam, 40 dəqiqə keçib. 10 kilometrdən 4 kilometrə düşüb. Bir dənə də məlumat vereyim. Aparaturası çox xoşuma gəlir. Gəlin bir dənə baxın. Çox verə bilmirəm, çünki müəllifi hüquqları pozuntusu gəlir. Yəni aparaturası da açığı çox qəşəngdir, təmizdir və keyfiyyətlidir. Xoşuma gəldi bu. Belə. Babək prospektinin ortasına çatmasaq da əvvəlinə çata bildik. Deməli, Babək plazanın yanındayıq. Son 1 kilometr qalıb. EV rejimdadır hələ də. Gördüyünüz kimi yuxarıda. İndilərdə artıq bitməlidir. 0 kilometraj olanda artıq mühərrik xodlanmalıdır. Uzun müddətdən sonra, bu müddət ərzində xodlanmayıb heç vaxt. Amma yox, kilometrajımız qalxdı. Oldu 2 kilometr təzdən. Hələ də gedə bilirik. Hələ bir yerdə çəkək, görək nə qədər gedəcək. Hələ də 1 kilometrə düşdü yenidən. Amma bilmirəm də, gəlin bir də ekranda da göstərim. Görüm ki ya. %21% zaryadkam qalıb, 21%. 1 kilometr deyil, amma gördüyünüz kimi 1 kilometrdən çox yol getdik də. Yox, çatdırır. Babək prospektinin demək olar ki, ortalarına kimi çatdırdı. 20% zaryadkaya düşdü. Amma hələ də mühərrik xodlanmayıb. 0 kilometraj oldu. İndilərdə yəqin ki, xodlanır. Xodlanan kimi mən artıq hiss eləyəcəm. Hələ EV rejimdədir. HEV rejiminə keçəndə, yəni hibrid elektrik vehicle moduna keçəndə artıq təzdən qalxdı 1 kilometrə. Və burada da 21%-ə qalxdı. Gördüyünüz kimi düz yol sürəndə kifayət qədər fərq eləyir. Düz yolda sürdüm, 1 kilometr göstərsə də bəlkə də 3 kilometr sürmüşəm artıq. Bu momentdə kəsmirəm kadrları ki, bir yerdə görək də, görək nə vaxt söndü, xodlandı, neynədi. Xodlandı. HEV moduna keçdi, gördüyünüz kimi və mühərrik xodlandı. İndi hesablayıb sonda deyəcəm sizə nə qədər kilometraj olaraq gedə bildim ümumi və sizə aşağıda məlumatla bildirəcəm. Bu qədər əzizlərim. Burada mən videonu yekunlaşdırıram. Təşəkkürlər ki, sona qədər mənə səbirlə izlədiniz, baxdınız. Sərfiyyat 3.7-yə düşdü. 3.7-yə düşdü və baxın, mühərrik işə düşdü. Avtomobilin bir dənə də mənfi cəhəti aşkarladım mənə görə. Avtomobil deməli batareyalar 18%-ə düşəndə 18-17%-ə düşəndə başlayır nə eləməyə? Misal üçün mən podiumu qalxıramsa, podiumu qalxanda
başlayır yüksək dövrlər sayını mühərrikdə yüksək eləməyə. Yəni bildiyin motor başlayır, eşidirsən ki, başlayır yüksək avarotla işləməyə də səs gəlir. Yəni güclü nə qədər bu belə pis çıxmasın ha. Hal-hazırda mən motorun səsini heç eşitmirəm də. Lap mühərrik xodda olsa belə mən heç eşitmirəm. Başlayır elə bir ki, sürətli şəkildə belə güclü də belə deyim mühərriki işlətməyə. Sanki Prius'da 2 dənə şkala qalardı ya. Bax elə fason başlayır işlətməyə. 2 dənəli bir şkala qalıb başlayır onu işlətməyə və mühərrik əməlli başlı çığırır. Bax bu şeyi məsəl üçün bunu da mən elə də bəyənmədim. Yəni o cür nə qəşəng sistem düzəltmisən də özün üçün də. Qalan şeylər yəni idealdır da, mənə görə çox qəşəng işləyir. Yəni onu da istəsəydin sən biraz akuratlı şəkildə eləyə bilərdin. Söhbət şeydən gedir. Yəni məsəl üçün 18%-ə çatmasın, 20%-ə çatanda başda mühərriki xodlamağa ki düşməsin də 18-ə, 17-yə. Təzədən işləsin, yəni elə yüksək abarotla işləməsin. Uzun padyomu qalxsın, heç başqa məsələ. Məndə elə bir ki, balaca padyom olsa belə, məsəl üçün haran demək, 5 mərtəbədən Sovetskiyə. Elə də böyük padyom deyil də. Başlayır o, elə bir ki, yüksək abarotla işləməyə. Deməli, bir dənə məsələni də yoxlamaq istədim bu avtomobildə. Hal-hazırda bizdə AID deyə, yəni yenə də AID-dir. 20% şarjı var. Və istədim ki, yoxlayayım ki, görüm uzun tras sürəndə bu özü biləcək ki, ya mən trasdayam, biraz zaryatka yığmaq lazımdır da ki, şəhərə, trasdan şəhərə gələndə, şəhərdə probkaya, tıxaca düşəndə həmin an istifadə eləsin də. Görürəm, yox, bu elə trasda da şarjı 20%-də saxlayır. Qaldırır biraz 22-yə, təzədən salır 20-yə. Yəni bu açığı xoşuma gəlmədi. Məndən olsaydı bu uzun trasda ən azından bir 30%-ə qaldırmalıydı ki, sonra lazım olanda ondan istifadə eləsin. Hal-hazırda 21%-ə qaldırıb. Hələ kilometraj olaraq burada 0 göstərir. İndi 1-ə qalxmalıdır, 1 olmalıdır. Gördünüz, 1 oldu. Yəni bu hələ ki, bu mənim xoşuma gəlmədi. Spusku düşəndə özü rekuperasiya eləyirsən, yığırsan. Bu trasda da onu elə də.